Təxminən bir ay öncə mikser almışdım. Rəfiqəmin ad günü tortunu özüm bişirəcəyimə söz verdim. Elə yenicə başlamışdım ki, mikser sıradan çıxdı. Zəmanət talonu da götürüb dərhal mağazaya yaxınlaşdım. Mağaza tərəfindən məhsulun istehsal qüsurlu olduğu təsdiqləndi. Satıcı məhsulu bir həftə ərzində təmir edə biləcəklərini bildirdi. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna əsasən, istehlakçının tələbi ilə satıcı, məişət texnikasının və ya nəqliyyat vasitələrinin təmir edildiyi və ya dəyişdirildiyi müddət üçün ona əvəzsiz olaraq evinə çatdırılmaqla oxşar mal verməlidir. Beləliklə, hüquqlarımı bildiyim üçün təmir müddətində mağazadan oxşar mal götürüb, rəfiqəmin ad günü tortunu özüm bişirdim. Qeyd edim ki, istehlakçının oxşar malı verməsi tələbi ləng edildikdə, satıcı istehlakçıya öz məhsulunu qaytardığı zaman əlavə olaraq dəbbə pulu da ödəyir. Çətindir? Deyil. 2/2-dir.